Qadınların namusuna hörmət qoyun. Möminlər, qardaşlar, o xanım ki bizim ailəmizin üzvü deyil, ona da hörmət qoyun. Başqalarının namusuna hörmət qoyun. Bizim dinimiz deyir, başqalarının namusuna hörmət qoyun, qoy sizin də namusunuza hörmət qoysunlar. Çox dəhşətli sözdür ya. Peyğəmbər buyurur, Allahın salamı olsun ona və əhli beytinə. Leysə minna mən xanə muslimən fi əhlihi və malihi. Bizdən deyil. Həqiqi müsəlman deyil. Kim müsəlman qardaşının namusuna və malına xəyanət eləsin. Xanımını sənə tapşırar. Sənə deyər, zəhmət olmasa anamı maşınla apar, ailəmi maşınla apar. Bəzilərim telefonum verər ki, bir dənə yoldaşımı yığ, təcili sözüm var. Qulağımıza çatır. Sonra bəzi üzr istəyirəm, ifadəm elə, ağsaqqallardan dönə-dönə qeyrətsiz kişilər nə edirlər? Hacı Rəfi qardaşımız Loğman həkimin gözəl hikmətli kəlamın dedi. Allah onu hifz eləsin. Oğlum, bir neçə yerdə nəyini qoru? Namazda nəyi qoru? Qəlbini qoru. Allahu Əkbər, getdi bazara, hamısı salam aleykümdür, gəldi təzmin namaza. Yeməyə əyləşdin, qoru. Başqasının evinə getdin, onun namusundan anası, namusu, həyat yoldaşı, bacısı qabağıma çay qoyar, çörək qoyar. Loğman həkim deyir, başını sal, gözünü qoru. Birdən gözün sataşsa, gözünü tez çək. O ailəyə səni kişi bilib, səni məhrəm bilib, səni qeyrətli bilib, mərd bilib, səni ailəyə buraxıb. Sən ailəyə girəndən sonra başqa bir şey niyyət eləyəsən. Mən bunları elə belə danışmıram, amma siz də bilirsiniz indi 21-ci əsrdə nələr baş verir.